Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilmen ve elhikna bi ibadikes salihin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Həqiqətən yaşadığımız dünya həyatı hər bir insanın ahirətini qazanması üçün müvəqqəti bir diyardır. Kimiləri bu diyarı ahirətdən üstün tutmuş, həddini aşmış və gözəlliklərinə aldanmışdır. Kimiləri isə nəfsinə uymaqdan, onun gözəlliklərindən, süslənmiş hilələrindən təqva libası ilə üst çevirmişdir. Dünya həyatını ahirətdən üstün tutan və həddini aşan insanların gedəcəkləri yer Uca Rəbbimizin öz kitabında xəbər verdiyi kimi cəhənnəmdir. Uca Rəbbimiz belə buyurur. فَأَمَّا مَنْ طَغَى وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَى. Həddini aşan və dünya həyatını ahirətdən üstün tutana gəlincə isə onun sığınacağı yer cəhənnəmdir. Ancaq təqva libası ilə nəfsinə uymaqdan və onun hilələrindən qorunan insanın varacağı yer isə cənnətdir. Rəbbimiz kitabında belə buyurur. وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى. Rəbbinin qarşısında durmaqdan qorxub nəfsinə həvanı qadağan edən insanla gəlincə isə onun sığınacağı yer cənnətdir. Biz bugünkü dərsimizdə arif insanla qafil insanın həyat tarzını öz qarşımıza canlandırmağa çalışacağıq. Və Rəbbimdən diləyim budur ki, Allah Taala danışdığımız şeyləri bizim üçün bərəkətli etsin. Qafil insan sabahladıqda nə edəcəyini, aqil insan isə Allahın onunla nə edəcəyini düşünür. Yəni qafil insan sabahladıqda gün ərzində hansı işlərin olduğunu, onun önündə hansı vacibatların durduğunu düşünür və bunun öhdəsindən necə gələcəyini ancaq düşünür. Aqil insan isə bütün işlərin Allaha məxsus olduğunu və onun əlində olduğunu düşünür. Uca Rəbbimiz Ali İmran surəsində belə buyurur. Qul innel əmra kullahu lillah. De, həqiqətən bütün işlər Allah Taalaya məxsusdur. İnsan, dəyərli qardaşlar, bu kainatda yaşayır və bilir ki, bütün işlər Allahın əlindədir. Və insan bütün işlərin Allahın əlində olmağına, bildiyinə, yəni bu barədə elmi olmağına baxmayaraq, insan bəzən qəflətə düşür. Bəzi insanların qəfləti təməl qəflət olur. Yəni onlar daim qəflət içindədirlər. Bəzi insanlarda bu qəflət təkrarlanır. Bəzi insanlar isə anidən qəflətə düşürlər. Daimi qəflətdə olan insanlar, təbii ki, münafiqlər, mulhidlər, Allahın dinindən üst çevirən insanlar, həmçinin kafirlərdir. Təkrarlanan qəflətə düşən insanlar isə İslam dinində olub daha çox fucura, günaha, asiliyə bulaşmış insanlardır. Salih insanların isə qəflətə düşməyi çox nadir hallarda olur. Və onlar qəflətə düşdükləri zaman o qəflətdən tez ayrılırlar. Və həmən Allah Taalaya qayıdırlar, ondan tövbə və istiğfar diləyirlər. Uca Rəbbimiz Hud surəsinin sonunda buyurur ki: وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Sözsüz ki, yerlərin, göylərin qeybi Allah Taalaya məxsusdur və bütün işlər də Allah Taalaya qayıdacaq. Və sən Rəbbinə təvəkkül et, ona ibadət et və ona təvəkkül et. Sənin Rəbbin sizin etdiklərinizdən qafil deyil. Bu səbəblə insana vacibdir ki, bu kainatın həqiqətini anlasın və bilsin ki, Allaha qul olmaq və onu həyata keçirmək ən uca və şərəfli bir sifətdir. Və insanın bu həyatda düşüncəsi Allaha qul olmaq üzrə olmalıdır. İnsan çünki düşüncələrini Allaha qul olmaq üzrə qurduqda, Allah Taala insana səadət qapılarını açır. İnsan Allaha qul olmaq üzrə yox, nəfsinə qul olmaq üzrə və yaxud insanlara gözəl görsənmək üzrə, yəni əməllərdən müxtəlif, yəni Allaha qul olmağa yaraşmayan, Allaha qul olmağa xəyal gətirəcək şeyləri qatdıqda Allah Taala ona səadət qapılarını açır. Nə üçün insan Allaha qul olmaq barədə düşünməlidir? Çünki Allah Taala öz kitabında insanları məhz qulluq üçün yaratdığını bildirir. Allah Taala Əl-Zariyat surəsində buyurur ki: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət üçün yaratdım. Yəni mən onları yaratdım və onlara mənə qulluq etsinlər, mənə ibadət etsinlər deyənə bir öhdəlik verdim. Başqa bir ayədə Uca Rəbbimiz buyurur ki: İn kullu men fis-semavati vel-ardi illa atir-rahmani abda. Yerlərdə, göylərdə olanlar hamısı qiyamət üçün Allahın, Rəhmanın huzuruna bir qul olaraq gələcəkdir. Və insan qiyamət üçün uca Rəbbinin qarşısına gəldikdə, uca Allahdan onun razılığını görməyini istəyirsə və Allah Taala'nın
cənnətini qazanmağını istəyirsə və Allah Taala'nın onun etdiyi günahların üzərindən keçməyini istəyirsə, insan bu dünya həyatını Allaha qulluq içərisində keçirməyə çalışmalıdır. Heç bir şək şübhə yoxdur ki, hər bir insanın tutduğu həyat yolu müxtəlifdir. Yəni insanlar bu dünya həyatında müxtəlif həyat yolları tuturlar. Yəni tutduqları yollar bir deyil. Yəni bəzi insanlar dünyaya, bəzi insanlar axirətə üst tuturlar. Kimləri mal toplamaqla, kimləri elm almaqla, kimləri şəhvətlərinə uymaqla məşğuldurlar. Allah Taala uca Rəbbimiz Leyl surəsində buyurur ki: "İnne sa'yakum leşatta." Həqiqətən sizin can atdığınız şeylər dünya həyatından müxtəlifdir. Yəni fərqli-fərqlidir. Yəni insanlar müxtəlif işlərlə məşğuldurlar. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Hüreyrə radiyallahu anhun rivayet etdiyi hədisin sonunda deyir ki: "Kullun nasi yaqdu." Yəni bütün insanlar sabahlayırlar. "Fəba'i'un nafsuhu femu'tiquha aw mubiquha." Və hər bir nəfs dünya həyatında həmin gün boyunca ya öz nəfsini satır, ya onu həlak edir, ya da onu qurtarır. Yəni hər gün baxırıq məsəl üçün kainatda qardaşlar, yəni günəş demək olar 9 milyarddan çox insanın üzərinə doğur. 9 milyarddan çox insanın üzərinə günəş doğur və bütün insanlar hərəsi bir işin dalıyca gedirlər. Və hər bir insan hər gün nəfsini satır. Mütləqdir ki, hər bir insan istəyir mömin olsun, istəyir kafir olsun, istəyir yəni başqa dinlərə mənsub olan insanlar olsun. Yəni hər bir insan nəfsini satır və insan nəfsini satmaqla ya özünü azad edir, ya da özünü həlak edir. Nə üçün qardaşlar? Çünki insanlar fərqli və müxtəlif yollar tuturlar. Nəyə görə həlak olur? Çünki fərqli yol tutur. Yəni Allah Taala'nın, uca Rəbbinin ondan istədiyi yolu tutmur. Nə üçün bəs o insan ki, nəfsini azad edir? Necə olur ki, o nəfsini azad edir? Çünki Allah Taala'nın istədiyi yolu tutur. Yəni insanların bəzi gününü Allaha qul olduğunu anlayaraq yaşayır. Biz onun sana nə deyirik qardaşlar? Biz onun sana deyəcəyik ki, sən nəfsini cəhənnəm odundan qurtardın. Əgər insan həyatını, ömrünü, saatlarını Allaha qulluq içərisində, o niyyət üzrə yaşayarsa, yəni qulluq dedikdə təbii ki, burada təkcə ibadətdən söhbət getmir. Biz dərsimizin əsnasında o barədə danışacağıq. Biz o insana deyirik ki, sən nəfsini cəhənnəm odundan qurtardın. Lakin əgər bəziləri, başqa insanlar, əgər həyatları boyu şər işlər görməklə məşğuldurlarsa, asiliklər etməklə məşğuldurlarsa, biz o insanlara deyəcəyik ki, sən miskinsən və sən öz nəfsini cəhənnəm odunda həlak etdin. Bəs yaxşı, nə üçün insanlar müxtəlif yollar tuturlar? Cavab isə qardaşlar çox sadədir. Çünki insanların bu həyata nəzərləri fərqlidir. Həmçinin insanların bu kainata nəzərləri fərqlidir və insanlar fərqli məqsədlər üçün yaşayırlar. Yəni çünki baxırıq məsəl üçün bayaq dediyimiz kimi insanın bəzisi mal toplayır, bəzisi vəzifə dərdində, bəzisi məqam dərdində, bəzisi insanların onu tanımağı dərdindədir, bəzisi də yalnız Allahın rızasının dərdidir. Yəni onun dərdi tək olaraq dərdi hər bir işdə, istəyir dünyəvi işlərdə, istəyir ibadətlərdə, istəyir müamilələrdə, insanlarla qurduğu münasibətdə onun dərdi uca Allaha qul olmalıdır. Heç bir şək şübhə yoxdur ki, mömin insan Allahla rahatlıq tapır və hiss edir ki, uca Allahın quludur. Yəni mömin həmişə hiss edir ki, Allahla rahatlıq tapır. Möminin rahatlığı tapdığı yeganə şey Rəbbidir. Əgər həqiqətən Allah Taala'nın kitabında Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində vəsf etdiyi mömin isə mömin Allah Taala ilə rahatlıq. Çünki Allah Taala deyir ki, "Ellezine amanu ve tetma'innu qulubuhum bi zikrillah." O kəslər ki, iman gətirirlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapır. "Əla bi zikrillahi tetma'innul qulub." Həqiqətən qəlblər Allahı zikr etməklə rahatlıq tapır. Və insan Allahla rahatlıq tapdıqda və Allahın qulu olduğunu bildikdə o həyatını qul olaraq keçirməyə çalışır. Çünki düşünür ki, sabah öləcək. Bu həyatdan ayrılacaq və uca Allahın qarşısında dayanacaq. Allah Taala öz kitabında xitab etdiyi kimi ona qiyamət günü belə xitab ediləcək. Əfəhəsibtum ennəmə xalaqnakum abasa və ennekum ileyna la turcaun? Məyər siz elə zənn etdiniz ki, biz sizi əbəs yerə yaratmışıq və siz bizə qaytarılmayacaqsınız? Məhz qardaşlar, məhz bu insan Rəbbinin qarşısında hər bir əməlində, Rəbbinin qarşısında durmağı düşünən insan Allaha qul olmağı bacarır. Çünki Allah Taala misal olaraq Sad surəsində Davud əleyhissalamın hökm etməyindən danışdıqdan sonra insanların əslində haqq yoldan azmaqlarının səbəbini deyir. Allah Taala deyir ki: "İnnellezine yadilluna an sabilillahi lehum azabun şedidun bima nasu yawmal hisab." O kəslər ki, haqq yoldan sapdılar, Allah Taala onun səbəbini gətirir. Çünki onlar haqq hesabı unutdular. Və insan haqq hesabı unutmadıqca və insan uca Allahın qarşısında durmağı unutmadıqca insan daim qul olmağı düşünəcək. Çünki insan hər bir əməlini sorğulamağa başlayacaq. Və əslində məhz budur qulluq. Çünki insan hər bir əməli ilə Allah Taala'nın hətta xardal dənəsi boyda olsa belə, qiyamət günü Allah Taala'nın onu ortalığa gətirəcəyini bilir. Ona görə onun üçün çalışır.
Məhz bu insan qardaşlar öz düşüncələri və fikirləri ilə uca Allahı izləyərək, yəni onun əmrlərinə və qadağalarına riayət edərək bir həyat yaşayır. Bu halaldır, onu edir. Bu haramdır, onu etmir. Bunu Rəbbim halal edib, bunu götürürəm. Bunu Rəbbim haram edib, bunu götürmürəm, çəkinirəm. Yəni məhz bu insan öz qəlbində bina etdiyi, yəni bu insan, yəni mömin və arif olan kəs qəlbində bina etdiyi və ağlı ilə iman etdiyi Rəbbini uca tutur və öz əqidəsinə salır. Ancaq o kəs ki, Rəbbinə qulluqdan qafildir. Dünya həyatını yaşayır, unudur ki, onun xaliqi var. Həmçinin o kəs ki, bu dünya həyatını yaşayır və düşüncələrini şəhvətlərlə, mal-mülk yığmaqla, məqam və şöhrət əldə etməklə keçirir. Yəni qəlbinin dərdi onun Allaha qulluq deyil. Çünki biz dərsimizin bir sonraki bölümündə danışacaqdır. Çünki əslində ola bilər ki, insanın dərdi, zahirən dərdi olsun, amma o zahirdəki dərd insanın qəlbinə təsir etməsin. Yəni bu qul olan insanlara aid. Məsəl üçün bu əksər insanlar, yəni mal-mülklə, şan-şöhrətlə, məsəl üçün bu şeylərlə məşğul olan insanlar axirət həyatını unudurlar, ölümü unudurlar. Və bəziləri də var ki, deyirlər ki, biz öləcəyik və hər şey bitəcək. Allah Taala isə Muttaffifin surasında buyurur ki, uca Rəbbimiz: "Ələ yazunnu ulaika annahum meb'usun li yawmin azim, yawma yaqumun-nasu li rabbil alamin." Məyər onlar diriləcəklərini zənn etmirlərmi? O əzəmətli gündə, o gün ki, insanlar qəbirlərindən Rəblərinin qarşısında durmaq üçün qalxacaqlar. Və ərəb şairlərindən bəzisi ümumiyyətlə insanların ölümdən bu şəkildə qafil qalmaqlarını bir mənzərə ilə vəsf etmişdir. Və demişdir ki: "Vələv anna izə mitna və turikna ləkənə l-məvtu rahatan likulli hayy, vələkinnə izə mitna və bu'isna və nus'alu ba'daha an kulli şey." O demək istəyir ki, yəni əgər biz ölsək və tərk olunsaq, o zaman ölüm hər bir həyat sahibi üçün bir rahatlıqdır. Ancaq biz ölsək və dirildirsək, bilədir ki, hər bir şey barəsində soruşulacaq. Bu səbəbdən mömin şəxsin imanı onu daim bu kainatla qarşılıqlı davranışda olmağı və bu kainata təqdir edilən şeylərə razı qalmağı ilə həyatını keçirir. Və mömin şəxs bilməlidir ki, bütün işlərin ixtiyarı və təqdiri uca Allaha aiddir. Uca Rəbbimiz belə buyurur: "İnna kulla şeyin xalaqnahu biqadar və ma amruna illa vahidetun kelamhi bil basar." Həqiqətən biz hər bir şeyi əzəli qədəri ilə yazmışıq. Və ma amruna illa vahidetun kelamhin bil basar. Və bizim əmrimiz tək bir əmrdir. O bir göz qırpımında yerinə yetirir. Həmçinin uca Rəbbimiz buyurur: "Və kullu şeyin fa'aluhu fiz-zubur və kullu sagirin və kebirin mustatar." Və onların etdikləri hər bir şey kitablarda yazılmışdır. Böyük və kiçik olsa belə bu şeylər Lövh-i Məhfuzda mövcuddur. Elə bu səbəbdən şək yoxdur ki, mömin insan Allahın yazdığı qədərə, onun xeyrinə, şərinə iman gətirir. Ancaq bununla bərabər mömin kəs Allaha qulluqda səbəblərdən yapışır. Məsəl üçün insan ruzunun səbəblərindən yapışır. Etiqad edir ki, Allah Taala ruzu verəndir. Şəfa tapmağın səbəblərindən yapışır və etiqad edir ki, Allah Taala şəfa verəndir. Hidayətin səbəblərindən yapışır. Etiqad edir ki, Allah Taala hidayət edəndir. Qiyamət günü nicat tapmağının səbəblərindən yapışır. Və bilir ki, insanın nicat tapmağı uca Allahın əlindədir. Buradan nəticəyə gəlirik ki, mömin insan şəfanın səbəblərindən istifadə edir, ancaq ona etimad etmir. Ruzunun səbəblərindən istifadə edir, ancaq ona etimad etmir. Mömin insan elmin səbəblərindən istifadə edir, ancaq ona etimad etmir. O yalnız və yalnız Rəbbinə etimad edir. Necə ki, uca Rəbbimiz belə buyurmuşdur: "Qulillahumma malikal mulki tu'til mulka man tasha və tanzi'ul mulka mimmen tasha və tu'izzu man tasha və tuzillu man tasha biyadikal xayru innaka ala kulli şeyin qadir." De ki, ey Rəbbim, mülk sənindir. Bu mülkü istədiyinə verirsən və istədiyini izzətləndirir və istədiyini alçaldırsan, zəllil edirsən. Xeyir sənin əlindədir. İnnaka ala kulli şeyin qadir və sən hər şeyə qadirsən. Həmçinin insan səbəblərdən var gücü ilə istifadə etsə, səy göstərsə, yenə də bilməlidir ki, onun Rəbbinin təqdir etdiyi gələcək. Yaxşı, o zaman deyiləcək. Yəni insan səy göstərsə, yenə də bilməlidir ki, yəni insan dünya həyatında səy göstərir. Müxtəlif səbəblərdən yapışır, ancaq sonda Rəbbinin istədiyi olur. O zaman sual olunacaq. Yaxşı, o zaman deyiləcək ki, əməlləri tərk mi edək? Cavab odur ki, xeyr. Əksinə biz səbəblərdən tutmaqla əmr olunmuşuq. Uca Rəbbimiz belə buyurur: "Və qul i'malu feseyarallahu amalakum." Siz əməl edin, istədiyinizi edin. Allah Taala görəcək. Həmçinin Rəbbimiz belə buyurur: "Huvellezî ceale lekumul arda zelûlen femşû fî menâkibiha ve kulû min rizqihi ve ileyhin nuşur." O sizi yeri sizin onun üstündə gəzərsiniz deyə döşəmə etdi və onun təpələrində gəzin
və onun ruzusundan yeyin, bilin ki, dönüş Allah Taala'yadır. Yəni Allah Taala bizi səbəblərdən tutmağı tərk etməyə deyil, səbəblərdən yapışmağa əmr edib Allah Taala öz kitabında. Və biz səbəblərdən tutduqda Allah Taala bəzən bizim istəmədiyimiz şeyləri bizim qarşımıza çıxardır. Yəni misal olaraq insan əslində onun istədiyi şeylər, qəlbində müəyyən istəkləri var, arzuları var. İnsan səbəblərdən yapışır. Amma sonda onun istədiyi şeylər qarşısına çıxmır. Səhih şəkildə səbəblərdən yapışır. Ancaq Allahın istədiyi şey fərqli şəkildə, yəni onun daxilində istəklərindən fərqli bir mənzərə ortalığa çıxır. O zaman biz həmin möminə deyirik: nəfsini səbəblərdən uzaq tut. Sən ey mömin, nəfsini səbəblərdən uzaq tut. Yəni səbəblərdən uzaq tut deyildikdə sən nəfsini rahat tut, qəlbini rahat tut, fikirlərini rahat tut. Yəni insan, bayaq dediyim kimi, insan ola bilər ki, zahirən sıxıntılarla, çətinliklərlə əhatə olunsun. Ancaq əsas odur ki, insan bu şeylərin Allah Taala'nın təqdirini olduğunu bilsin və bununla rahatlıq tapsın. Çünki insanın Allah Taala'nın çətinliklərdən sonra hansı asanlıqları hazırladığını, həmçinin hansı asanlıqlardan sonra öz qulu üçün hansı çətinlikləri gətirəcəyini insan bilmir. İnsan qeybi bilmir, Allah Taala isə hər şeyi biləndir. Çünki bəzən səbəblərdən tutduqdan sonra insanın arzuladığı, istədiyi şeylər deyil. Bunların əksi meydana çıxır. Və mömin bilməlidir ki, sonda baş verən şey Allahın təqdiridir. Bütün bu şeylər insandan bu iki mənanı bir-birindən ayırmağı tələb edir. O mənalar hansıdır? O mənalar biri səbəblərdir, biri isə etimaddır. Yəni insan bizim səbəblərdən tutmağımız həm kitabla, həm sünnətlə sabitdir ki, bu bizdən tələb edilən bir şeydir. Amma bizim səbəblərə etimad etməyimiz bu bizim şəriətdə qadağan olunan bir şeydir. Yəni biz səbəblərdən, belə səbəblərə həris olmalıyıq. Yəni səbəblərə yapışmağa həris olmalıyıq. Çünki istədiyimizə çataq. Çatacağımız şey bizə qeybdir. Ancaq ona bağlanmaq isə məzəmmət olmalıdır. Yəni biz Allah Taala'nın bizi üçün səbəb etdiyi şeylərə bağlanmalı deyilik. Çünki insan qəlbini səbəblərə deyil, uca Allaha bağlamalıdır. Və mömin insan Allaha bağlanmalıdır və Allaha təvəkkül etməlidir. Qafil insan isə səbəblərə bağlanır. Yəni arif insandan fərqli olaraq, aqil insandan fərqli olaraq, qafil insan səbəblərə bağlanır və öz nəfsi ilə, yaxud öz mislində olan məxluqlarla rahatlıq tapır. Yəni qafil insan Allahla rahatlıq tapmır. Məsələn, insanın da bəzən müsəlmanların da qəflətə düşdüyü anlar olur, xüsusən ibadətlərdə. Məsələn, zikr edir, rahatlıq tapa bilmir. Zikri qurtardıqdan sonra rahatlıq tapır. Yəni insan başa düşməlidir ki, artıq özün qəflətdədir. Yəni, necə ola bilər ki, sən Allah Taala'ya doğru gedəsən və qəlbin qəflətdə olsun? Deməli, sən addımlarında nəsə xətaya yol verirsən. Yəni insan bəzən olur, hallarımızda olur ki, insan namaz qılır, istəyir ki, namazı tez qutarsın. Sıxılır namazda. Böyük sıxıntı gəlir insan. Rahatlıq tapa bilmir. Halbuki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizin dünyamızdan mənə qadınlar və ətirlər sevdirilmişdir və cu'alat qurratu ayni fis-salah. Mənim gözümün sevinci isə namaz edilmişdir. Yəni bəzən isə insan müsəlman onda rahatlıq tapa bilmir. Çünki nəyə görə? Çünki atdığı addımlarda xətaya yol vermişdir. Misal olaraq qafil insan xəstələndikdə ümidini Allaha deyir, dəvə dərmana bağlayır. Birisi onu ruzu ilə qorxutduqda, yəni onu hədələyir, müəyyən onu qorxudacaq sözlər deyir. Qəlbi təlaşa düşür. Biz qafil insana deyirik: sənin səbəblərdən tutmağın gözəldir. Ancaq səni ruzinlə qorxudan, təhdid edən insan sənin kimi bir məxluqdur. Və bil ki, o da sənin kimi ruziyə və qorunmağa, həmçinin xəstələndikdə şəfəyə ehtiyac duyur. O səndən fərqli bir yaradılış deyil. Bu səbəbdən arif və mömin insan o kəsdir ki, o səbəblərdən tutur və bilir ki, səbəblər fayda və zərər vermir. Arif insan Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözlərini xatırlayır. Allah Rasulü sallallahu aleyhi və səlləm Əbu Hüreyrə radiyallahu anhın rəvayət etdiyi hədisdə belə buyurur: əgər bütün ümmət bir araya cəm olsa və sənə zərər vermək istəsələr, onlar sənə zərər verə bilməyəcəklər. Və bütün ümmət bir araya cəm olsa və sənə xeyir vermək istəsələr, onlar sənə xeyir verə bilməyəcəklər. Necə ki, məsəl üçün, yəni insan səbəblərdən tutur və etimadını Allah Taala'ya bağlayır. O zaman ki, yəni bütün müsəlmanlar Məkkədən artıq hicrət etmişdilər. Peyğəmbər sallallahu əleyhi və səlləm qalmışdı və bəzi möminlər qalmışdı. Onlardan biri də Əbu Bakr radiyallahu anh idi. Rasulullah sallallahu əleyhi və səlləm bütün hazırlıqları gördülər, bütün səbəblərdən yapışdılar və mağarada olduqda yanındakı dostuna dedi ki: "La tahzan innallaha ma'ana." Yəni əslində bu sözün mənası nədir? Əslində odur ki, yəni biz bütün səbəblərdən yapışmışıq. Geri qalan şeylər bizim Rəbbimizə aiddir. Yəni bu şeylər artıq bundan sonrası bizə aid deyil. Biz bütün səbəblərdən yapışmışıq və etimadımız da Allah Taala'yadır. Ona görə mömin qul mütləqdir ki, yəni bu səbəblərdən tutub Allah Taala'ya etimad etsin. Yəni səbəblərdən tutduq, gerisi uca Rəbbimizə aiddir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözləri ilə əslində müsəlmanlara və möminlərə bir örnəkdir. Yəni bu babda onlara bir örnəkdir. Bu
Bu səbəbdən kainatın həqiqətini dərk edən arif insan hər bir işdə bu yol üzəri olmalıdır. Və insan ümumiyyətlə hər bir insan bunu həyatında az da olsa, çox da olsa yaşayır. İnsan nə zaman ki səbəblərdən tutur və həqiqətən səmimi şəkildə Rəbbinə etimad edirsə, bəzən ona görür ki, insanların kədərləndiyi şey onu kədərləndirmir. İnsanların qəzəbləndirdiyi şey onu qəzəbləndirmir. İnsanlar məyus olduqda o məyus olmur. İnsanlar ümidini üzdükdə o ümidini üzmür. Və insan yəni Rəbbinə olan etimadı sayəsində rahat yaşayır. Və arif insanla ümumiyyətlə, yəni qafil insanın onların fərqlərindən biri odur ki, yəni arif insan bəli, zahirən o kainatladır, o məxluqatla qarışır. Amma batinən Allah Taala ilə bir yerdədir. Ancaq ki, qafil insan kimdir? Qafil insan həm batinən, həm zahirən, həm zahiri görünüş cəhətdən qafil insan o daim yəni Allahla münasibət qura bilmir. Zahirən də, batinən də məxluqatla rahatlıq tapır. Və yaxud şəhvətlərlə, asiliklərlə rahatlıq tapır. Və bu səbəbdən qafil insan Allah Taalanın o hidayət nurunu görməkdən məhrum edilir. Yəni məhrumiyyət özü də böyük bir, yəni insan üçün bəladır. Əslində ən böyük bəla biz baxsaq, məsələn biz dərsləri izləyəndə, hətta insanlar müəyyən alimlərə sual verəndə, insanlar bir-birlərinə dua edəndə, onlar məsələn bir-birləri nə istəyirlər? Ya müvəffəqiyyət istəyirlər, düzdürmü? Onun əksi nədir? Məhrumiyyət. Yəni müvəffəqiyyətin olmamağı artıq məhrumiyyətdir. Və Allah-u Teala'dan istəyirəm ki, bu dərsimizi bizim üçün bərəkətli etsin. Amin. Yəni bizə zikr etdiyimiz şeylərdən faydalanmağa və Allah Teala'nın yolunda hidayət addımları ilə yürüməyə və Allah Teala'ya ibadətdə və cəmiyyətdə olduqda, həmçinin ailə çərçivəsində olduqda, həm qardaşlarla münasibətdə olduqda, hər bir əməldə Allah Teala'ya qul olmağı bizə nəsib etsin. Subhanəkəllahumma və bihamdik əşhədu ən la ilahə illə ənt, əstəğfiruke və ətubu ileyk.